Anan akşam zikir eləyir. Bu məntiq deyil. Çevik ne vaxt idi ki Kur'an okumak boynu yoğunluktu? Bir dənə on qalıb disində. Demək 3 dənə şeydir də bütün günü. Siğə, şiyələrdə siğə var. Niyə çıxıb vahabilərdən danışmır? Yok yani ben de sana bir şey diyeyim. Sən sənə bilmədiyin Azərbaycanda yaşayan sənə izahını edeyim. Azərbaycanda. Əvvəllər. Hadi bir deyən də. Bir dəqiqə Şiə Lənkəranda oğlan vaki var. Bir kəlmə mənə desin, ürəyimi çıxardıb buna verim. Nə Şiə? Lənkəranda bütün şiələri şərləyib tutublar. Heç kəs sənə işte deyə bilməyəcək. Get türməyə desinlər sənə. Qulaq as mənə. Qulaq as. Nə sünni Şiə söhbət? Hamımız bir-birimizə qardaşıq. Qardaşlar deyir hamımız bir-birimizə. Ustayın biri bir qapıdan danışmıyor. Heç birimiz birimizə qardaşlar deyir. Qulaq as. Qulaq as. Şiə ilə sünni qardaş ola bilər, amma Vahabilər bizim qardaşdır. Qulaq as. Qulaq as. Hara alsan sən? İndi qulaq as. Hara alsan? Lənkəranlıyım, qulaq as. Lənkəranda Məmmədov Rizvan var. Bir kəlmə mənə zəng eləsin ki, sənin böreğin mənə lazımdır, ona verirəm. Mənə zəng vursa o qozumu da vermərəm ona. Bu fərqli anlayışdır. Mən ona birbaşa ürəyimi verirəm. Mən də qozumu vermərəm. Bu qulaq asdı ona da. Bir cümləmə qulaq as. Bax. Yox. Mən səndən belə danışam. Mənim bir dükanım var. Sən başqa işdir məndən danışsan. Mənim bir dükanım var. Bir dükanım. Allah xeyirlisinə balaların, Allah xeyirlisinə balaların xeyirlisinə qismətləsin. Abala, misal çəkirəm, qulaq as. Səbət dalından gilas səpələnmir, qulaq as. Səbətov gilas, xahiş edirəm. Səbətov gilas sənsən, mən sözü Sənə demirəm, məsəli söysüz deyirəm ki, spam olmasın. Yəni o gilas tökülməyən məsəlin belə deyilən, Səbətov gilas, qulaq as. Misal üçün mənim bir dükanım var. İndəcə Allah sənə xeyri versin dükanına. Bax, misal üçün deyirəm. Balaların xeyirlisinə qismət olsun. Misal üçün olan bir şey necə xeyir işə qismət ola bilər? Xeyirlisinə Allah o balanı sənə qismətləsin, onda balaların xeyirlisinə qismət olsun. Dinlə məni. 5 dəqiqə danışma, dinlə məni. Səcdi eləməyin o mən məlum olsun. Mənim bir dükanım var. Misal üçün yox, var. Var. Mən də gedirəm. Hər gün video çəkirəm, başqasının dükanını söyürəm. Okey mi? Amma məqsəd nədir? Öz dükanıma müştəri yığmaq. Sən mənə gəlib deyərsən ki, öz dükanın var, başqasının dükanını niyə söyürsən? Öz dükanının məhsulunu reklam elədir. Doğrudurmu? Doğrudurmu? Deyəsə öz dükanını müzakirə elə, öz dükanını göstər. Reklam elə. Krep gəlsin, amma mən mağazinimi söyməm. Yox. Yəni başqasının dükanı söyməyin, öz dükanını reklam eləmək var. Yox, olmaz da. Sevi də ateistdir. Ona niyə ateistsən deyən var? Yox. Gedib ateistliyə elə bilər də, doğrudurmu? Əlbəttə. İstədiyinə inanar, istədiyinə inanmaz. Mən də beləyəm, doğrudurmu? Bəli. Əhsən. Niyə dini müzakirə edir? Allah sən canını sağlasın. Gəl mən də bu günləri müzakirə obyekti qoyum ki, ateistlərin anaları verirmi? Siğə ilə mi dünyaya gəliblər, siğəsizmi? Ateistlərin ailələrində kəbinli adamlar varmı? Kəbinli adamlar varsa, onlar günah etmiş olurlar və yaxud da zina. Belə bir şey deyim sənə. Bir ateistin ailəsində bir adam belə Allaha əl açırsa, o ateistin yaşayışına soxul. Əgər bir adam özün dəyişdirib, ailəsinin çevrəsini dəyişdirə bilmirsə, milləti dəyişdirməyə çağırış edə bilməz. Mən bugün çıxıram deyirəm ki, ey millət, arvadlarınızı oynatmayın. Arvadlarınızı belə eləməyin. Sən görsən ki, mənim ailəm gəlib kiminsə qabağında oynayır. Deməzsən ki, ged birinci özünkini yığışdır. 4 ildir buradayım, görmüsən? Yox. Deyərsən birinci özünkini yığışdır. Doğrudurmu? Əlişamın videosunu bugün baxdınsan? Deyən, doğrudurmu deyirəm? Peyğəmbərin yanına uşaq aparırlar. Deyir ki, ya Peyğəmbər, buna deyən xurma çox yeməsin. Peyğəmbər deyir ki, get sabah ələrsən. Sabahı su günü gəlir. Deyir, ey mənim övladım, xurma çox yemə, zərərlidir çox yemək. Şəkər artırar, problem yaradar, qəbizlik yaradar. Anası deyir ki, Peyğəmbər, bunu dünən niyə demədin? Deyir, dünən özüm də çox xurma yemişdim. İndi məsələ budur. Çevik bütün ailə və nəsil üzvlərin gətirsin, bizə subut etsin ki, hamısı qoşulsun, üzün atsın, desin ki, mən Çevik'in bibisi qızıyam, mən ateistəm.
Ben Sevin'in anasıyam. Ben ateistem. Ben Sevin'in dayısıyam. Ben ateistem. Ben onun kardeşi uşağıyam. Ben ateistem. Biz hiçbirimiz inanmırıq ve doğru yoldayıq. Ondan sonra Sevi'ye el salmayanın anası çöllerde kalsın. Razısan? Şu olur. Sen yani ben başa düştüm. Sen Başa düşdün okeydir. Benim de bugünkü müzakirem Sevi'nin anası Aybaşı olur mu? Dedim sen yani ben başa düştüm. İcazə verin. O bütün Müslümanların Sen danış- analarından misal Sen danıştın çəkəcək. ben qulaq astım. O danışır. İndi- Bak bu günləri, ki mən sənə belə bir şey deyim. Bu günləri Sevi'nin en savatlı bildiği adam hakkında, en savatlı bildiği adam hakkında. Alimi, her hansı bir alim, mən filankasın kitabını oxuyuram deyir. Onun bütün ailə və səcərəsi haqqında oturub danışsam bir nəfər ağlamaz. Ama bu günləri mən müsəlman olmayaraq İmam Hüseynin ailəsi və müsibəti haqqında 5 dəqiqə danışsam 100 nəfərdən en azı 20'si ağlayacaq. Şu olur. Sen danıştın Bu ben demək qulaq. nədir? Bu demək odur ki səni yandırır. Əlbəttə yandırır. Əlbəttə yandırır. Yandırırsa mən də Sevi'nin anasını yandırmaq istəyirəm. Sevi'nin anası Aybaşı olur mu?